Sizi ruhlandıran bir xəstənin həyat hekayəsini bölüşə bilərsinizmi? Belə hallar olur. Əlbəttə ki, hər bir həkimin fəaliyyətində tez-tez məsələn xəstələrin məmnunluğu, xəstələrin razılığı, təşəkkürü həmin həkim üçün çox önəmlidir. Onu ayaq üstə durmağa kömək eləyir və sonraki fəaliyyətində çox önəmli sayılır. Bilirsiniz, mənim üçün ən böyük minnətdarlıq mənim ilk gənc yaşlarımda hələ universiteti təzə bitirmişdim və təzə fəaliyyətə başlamışdım ki, müharibə başladı və bizi cəbhə zonasına yolladılar, müharibəyə yolladılar. Bizim artıq xəstə kontingentimiz gənclər idi, gənc insanlar idi, yaralılar idi. Hər bir yaralı döyüşçünü xilas edəndə bizim yaşadığımız o hissləri heç nə əvəz edə bilməz. O bizim üçün çox böyük motivasiyadır. Onlarla belə hadisələri saymaq olar ki, demirəm ki, çox mürəkkəb bir əməliyyat, sadə bir manipulyasiya, adi bir qan saxlayıcı kəməri qoyub onun həyatını xilas etdikdən sonra həmin o gənc insanın sənə etdiyi təşəkkürü heç nə əvəz edə bilməz. Bəzən məsələn mən gəzəndə, məsələn küçədə görürsən, rast gəlir bir nəfər, salamlaşır, doktor sən mənim həkimim olmuşsan. Mən bəzən xatırlaya bilmirəm, həmin yaralını xatırlaya bilmirəm və çox xatırlayıram ki, haran yaralanmışdı, nə əməliyyat keçirmişdi və onda yadıma düşür o hallar. Sonra görürsən ki, bəli, insan çox ağır bir halda olub, ona yardım etmirsən. Belə hallar çoxdur.